qanuni 3 otaqlı Leningrad layihəli mənzilimiz satışa çıxdı əziz dostlar. Bakıxanovda çox gözəl bir yerdə. Ərazini tanıyanlar bilir, Sürk küçəsində. Bura mənzilin xol hissəsidir. Belə bir geniş xol hissəmiz var. Qapıdan giriş hissəsidir və buradan qapıdan giriş hissəsidir. Burada belə bir güzgülü dolabımız. İndi zalı göstərəcəm əziz dostlar. Mənzilin təmiri gördüyünüz kimi sərgəli vəziyyətdədir. Döşəməsi parket, stil sistemi, dövlətin verdiyi stil sistemidir. Belə bir geniş zalımız var. Haradasa əziz dostlar belə deyirlər. 20 kvadrat otağın ölçüləridir. Təmir sərgəli vəziyyətdədir. Boylar normal, qapılar yaxşı vəziyyətdə. İndi növbəti otaqları göstərəcəm. Dəyərli izləyicilərimiz. Mənzilin əlavə yenə belə deyim də həyəti var, onu da göstərəcəm. Bağ sahəsi var. Tutmalı bağ sahəsi var, onu da inşallah təqdim edəcəyim. Bura növbəti otağımız. Burada gördüyünüz kimi boylar sərgəli vəziyyətdə, yeni dəyişir. Stil sistemi, radiatorları qaydasında. Hazır vəziyyətdə dostlar. Kim bu mənzil alsa, istəsə yəni yüngülvari kosmetik işlər görə bilər. Öz zövqünə görə. Amma belə yəni təmirə ehtiyac yox. İndi əziz dostlar, mətbəxi göstərəcəm. Mətbəx gördüyünüz kimi olduqca böyükdür, əziz dostlar. Haradasa belə deyim də 16-17 kvadrat ölçüləri var. Mətbəxin daxilində belə bir eyvan hissəmiz var. Operatorumuz göstərsin. Mətbəxin daxilində eyvan hissəsi, eyvanda gördüyünüz kimi kladovkası yığılıb plastikdən. Sanuzel, sanitar qoşaq ayrı-ayrılıqda təqdim edək deyəm qardaş. Qiymət dostlar münasibdir. 5 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsi. Sənədlər tam qaydasında. Bura ən kiçik otağımız, uşaq yataq otağıdır. Haradasa belə deyim, 15-16 kvadrat ölçüləri var. Burada döşəmə parketdir və dostlar, bağ sahəsi deyirdim, yəni oranı da göstərəcəm. Uşaq yataq otağının daxilindən bağ sahəsinə çıxış var. Belə bir eyvan hissəsidir, geniş, 9 metrəlik. Burada mənzilin bağ sahəsidir. Əziz dostlar, yəni mənzilə həm binanın qarşı tərəfindən, həm də arxa tərəfindən giriş var. Bağ sahəsi, belə deyim, buradan da dostlar, geniş bir dənə zirzəmisi var, elə mənzilin ölçüləri qədər, kvadratı qədər geniş bir dənə zirzəmisi var. Təmirdə qaydasında. Dostlar, bu mənzilin qiyməti 205 min manatla satışa çıxıb, real alıcı olarsa, qiymətdə ev sahibi ilə razılaşa bilər. 94 nömrəli məktəbin yanı, icra kürətinin arxası, marşrut xəttinə 50 metr, Brazilin, Bakıxanov qəsəbəsinin çox yaxşı yeri. Yəni Sürk küçəsi buranı tanıyanlar bilir, tanınmış yerdir. Çox gözəl yerlərindən biri dostlar. 205 min manat real alıcılar əlaqə saxlasın.